Salam dəyərli izləyicilər, xoş gördük sizləri. Say sistemlərindən beləsinə bir suala baxaq. 200 n onluq ədədinin 16 say sistemindəki qarşılığı 400 olarsa, 200 n onluq ədədinin ən az neçə bit ilə kodlaşdırıldığını tap. Deməli, 400 bilirsiniz ki, iki formada yazaq bunu. Bu 4 vurulsun, bu 16 üstü neçədir? 2-dir də. Bu 4, 1-in yerinə 0, 0-ın da yerinə 0. Bu 400-dür, bu ədədimizdir. Bunu bu qaydada da edə bilərsiniz. Deməli, 4 yazaq 2 üstü 2 vurulsun, 16 yazaq 2 üstü 4 üstü 2. Bu da 2 üstü 2 vurulsun, 2 üstü 8. Bu da bərabərdir 2 üstü neçə? 10-a. Bu 2 üstü 10 hansı ədəddir? 1024 ədədidir, düzdür? 1024 ədədini də kodlaşdırmaq üçün bizə lazımdır 11 bit. 11 bit. Çünki bu bir dənə 1, 10 dənə də 0-dır. Yəni burada 11 bit var. Nəsə də indi sıfırların hamısını buraya yerləşdirə bilmədim. 11 bit. Bunu bir beləsinə yaza bilərik. Bir də necə baxaq məsələyə. Baxın, bu 2 üstü n də düzdür, ikilik say sistemində başa düşürük biz bunu. 2-nin qüvvəti kimidir. Deməli, 400 də bu. 400. Sıfıra neçə düşəcək? 4 dənə 0. Bu sıfıra neçə düşəcək? 4 dənə 0. Bu 4-ə isə nə düşür? 1, 0, 0. Belə də yaza bilərsiniz, yəni fərqi yoxdur. Yəni 8, 4, 2, 1 qaydasında. Buradan siz 1, 0, 0 alırsınız 4-ə. Vəssalam, buradan da buranın sayında sizə neçə dənə bit verəcək? 11 bit. 3 dənə burada, 4, 4, 8 dənə burada 11 bit. İki cür yaza bilərsiniz. Yəni belə də yaza bilərsiniz. Bayaq kimi də yaza bilərsiniz. Cavabımız olacaq nə? B variantı.